Testlərdə tez-tez qarşımıza çıxan bir qayda haqqında danışmaq istəyirəm. Nitq hissəsi öz vəzifəsində deyil, başqa vəzifədə işlənəndə sintaktik sualı ilə morfoloji sualı fərqli olur. Bu nə deməkdir? Nümunələr əsasında izah eləyək. Məsələn, qızıl üzük birləşməsində qızıl sözünün sintaktik sualı hansı sualıdır, necə, nə cür, hansı? Morfoloji sualı nə sualıdır? Bilirik ki, birləşmə daxilində sözlər bəzən, məsələn, isimdirsə, sifətin xüsusiyyətini daşıya bilir, sifətləşə bilir. Burada da eyni prosesdir. Qızıl üzük birləşməsində sifətləşmə baş veribdir və qızıl sözü sifətin sualına cavab veribdir. Bu, bunun sintaktik sualıdır. Ancaq morfoloji olaraq qızıl sözünün sualı nə sualıdır da təbii ki, bilirik. Başqa nümunə əsasında dediklərimizi bir daha sübut eləyək. Məsələn, sayın isimləşməsinə baxaq. Say isimləşərkən bilirik ki, ismin xüsusiyyətlərini daşıyır və ismin sualına cavab verir. Məsələn, deyirik ki, birincilər qalib gəldilər. İsimləşibdir, kim qalib gəldi? Birincilər. Bu, bunun sintaktik sualıdır. Ancaq sayın sıra saylarının sualı bilirik ki, neçənci sualıdır? Birinci, neçənci? Morfoloji olaraq neçənci sualına cavab verdi? Sintaktik olaraq kim sualına cavab verdi? Qısacası, nitq hissələri öz funksiyasında deyil, başqa funksiyada işlənəndə sintaktik sualı ilə, yəni bəzi nitq hissələrindən söhbət gedir, sintaktik sualı ilə morfoloji sualı fərqli ola bilər.